Rozmarin bitkisi Azərbaycanda var və rozmarin bitkisini bir sıra xəstəliklərdə istifadə edirlər. Həmçinin kulinariyada daha çox istifadə edirlər. Məsələn, Rus xalqı bunu yeməklər bişərkən, sulu yeməklər bişərkən rozmarinin suyunda bişirirlər və yaxud da digər hansısa bir qidalar hazırlandığı zamanı rozmarin bitkisindən mütləqdir ki, istifadə etsinlər. Bir də dövrləri var, hansı dövrlərdə daha çox istifadə edirlər. Bu da maraqlı bir şeydir. Rozmarin ümumiyyətlə kimyəvi tərkibində kamfora, borneol, apinen və bir sıra efir spirtləri var və efir yağı həddindən artıq çoxdur. Və bugün qeyd ediləcək ki, rozmarini kimlər istifadə edə bilər, kimlər istifadə edə bilməz və nəyini necə istifadə etsinlər. Rozmarin ən çox istifadə olunur revmatizma xəstəliyində. Revmatizm zamanı daha çox yağından istifadə olunur. Həmçinin dediyi mart və iyul ayında onun çiçəkləri yetişir və bu zamanda insanlarda nə olur? Allergiya daha çox olur və allergik rinitlərin müalicəsində geniş istifadə olunur. Çox gözəl də çiçəklər var Elnur doktor, belə göy bənövşəyi rəngində çox gözəl. Həmçinin çox gözəl qoxusu var. Hətta onu götürüb istifadə etsələr, belə deyək, zeytun yağında və sarımsağın içərisinə atdıqda heç onların qoxusu qalmır. Yəni o qədər gözəl qoxusu var. Hələ daha qədimlərdə bundan daha çox dekorativ bitki kimi istifadə edirdilər və yaxud da qoxusuna görə daha geniş istifadə edirdilər və rozmarin bitkisini hər kəsin evində həm dekorativ olması, həmçinin də müalicəvi olması daha üstün sayılır. Ən çox da deyim, həzm sistemi funksiyasını yaxşılaşdırır, qaz qovucu effektə malikdir. Rozmarin bitkisinin həmçinin də yaddaşı yaxşılaşdırıcı effekti var. Ən çox qrip zamanı istifadə olunan bitki çayları sırasına aiddir. İmmuniteti yüksəldən bir bitkidir və həmçinin də börək və sidik yollarına təmizləyici effekt verə bilir. Börək sidik yollarına təmizləyici effekt verir və mən qeyd edərdim ki, rozmarin bitkisini kim istifadə edərsə, onu börək daşı əmrinə gəlmə riski çox aşağıdır və börək sidik yollarını o qədər gözəl tənzimləyir ki, bunlar sidik qovucu effekt digər bitkilər qədər güclü deyil, sadəcə tənzimləyici bir rol oynaya bilir. Təşəkkür edirəm. Çox sağ olun Elnur doktor. Çox gözəl belə məlumat verdiniz. Onu da xatırladıram ki, rozmarin bitkisinin ətri sanki küknar ağacının ətrinə bənzəyir və demək olar ki, efirli maddə kimi ona çox yaxındır. 82%-ə yaxın taninlər var bunun tərkibində. Dediyiniz kimi efir yağları da çox güclüdür və rozmarinin ən yaxşı bir o revmatizmlə bağlı dediniz, yaxşı bir üslub var. Məsələn, spirtdə 2-nin 100-ə nisbətində spirtdə bunun nastoyka olunur. Bir müddət saxlandıqdan sonra ağrıyan yerlərin ağrılarını çəkmək üçün çox gözəl istifadə olunur. Yəni müalicəvi əhəmiyyəti çox böyükdür. Amma şübhəsiz ki, biz bu rozmarin bitkisi ilə kifayətlənməyəcəyik. Hər gün bir yeni bitki haqqında sizə danışacağıq. Amma xatırladıram ki, əziz tamaşaçılar, bu rozmarin bitkisinin o qədər geniş profildə istifadə olunur ki, hələ biz müəyyən bir hissəsini danışdıq və verilişimiz boyda bu barədə söhbətlər aparacağıq. Telefonlarımız 512-79 və 492-16-20 açıqdır və 69-74 SMS ünvanımız açıqdır. Və mənə yazıb ki, salam həkim, mənim 65 yaşım var, mən diabet və təzyiqdən əziyyət çəkirəm, amma pəhriz saxlaya bilmirəm. Bu məsələ bir qədər sözün düzü, o pəhriz saxlaya bilmirəm məsələsi məni o qədər də açmır. Niyə görə? Çünki insanlar düşünürlər ki, istəyir bitki olsun, istəyir dərman olsun, istəyir hər hansı bir üslub, masaj, fizioterapiya, nə bilim zəli. Əgər insan hansı bir xəstəlikdən əziyyət çəkirsə və burada pəhriz saxlaya bilmirsə, heç bir kəs ona kömək eləyə bilməz. Bəlkə Gülsara xanım, siz də qoşulasınız, istəyərdim ki, bu barədə bir... Mən sizinlə çox razıyam, çünki əgər hər bir xəstəliyin müalicəsində birinci 50 dərmanlardırsa 50%. 50%-də həmin pəhrizin gözlənilməsidir. Əgər sənə ziyan olanı, hər hansı dərmanı qəbul edib onu alırsansa, pəhrizi gözləmirsənsə, o dərmanın heç bir xeyri yoxdur. Ona görə də insan özü-özünün həkim olmalıdır. Təşəkkür edirəm Gülsara xanım. Bizim telefonlarımız var, yəni zənglərimiz var 512-79 və 492-16-20, 69-74 SMS ünvanımız açıqdır. Alo. Alo. Bəli. Salam edir. Əleykümsalam. Həkimlərdə də salamlayıram. Təşəkkür edirəm. Doktor, mənim 45 yaşım var. Əhə. Elə bir ki, xolesterindən əziyyət çəkirəm, dərmanlar qəbul edirəm, mədəmə ziyanı olur. Ona görə də bitki tərkibli, bitkilərdən müalicə işləyirdim. Sizin təzyiqiniz neçə olur?
Təzyiqiniz Təzyiqim normal olur. normal. Bəs çəkiniz çoxdurmu sizin? Yox, çox da deyil. Hardasa 50-52 kilo. Aha, qəbzliyiniz varmı? Nə, dəbizlik? Bəli. Xeyr, yoxdur. Aydındır. Təşəkkür edirəm. İkinci zəngi də qəbul edək. Alo. 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 Bəli. Hörmətli həkimlərimizə çox salamlar göndərdən. Çox sağ olun. Bundan qabaqki xanım zəng elədi, xolesterin haqqında danışdı. Bəli. Deməli, mənim qızımın 40 yaşı var, cavan gəlindir. Aha. Boyu 1.62-dir, çəkisi 53 kilodur. Amma bu qızımda xolesterin birdən-birə təsadüfdən gəlib 300-ə çıxıb. Aha. Analiz vermişik. Bu nə ilə əlaqədar ola bilər? Aydın oldu xanım. Təşəkkür edirəm. Çox maraqlı sualdır. Yəni düz deyir. Bax görürsüz çəkidə də aşağıdır, amma nə ilə əlaqədar ola bilər? Bu bir qədər birinci növbədə yeməklə də əlaqədar da ola bilir. Yəni indi doktor sizdən başlayaq yoxsa Mən praktik olaraq triqliseritlərin və belə deyək pis xolesterin yüksək olan xəstələri mən daha çox sıx təmasda oluram. Daha çox çəki nisbəti yüksək olanlar, məsələn, çəkidən əziyyət çəkən insanlar müraciət edə bilər müxtəlif sxemlərlə müalicə yazmaq, təbii ki, bitkilərlə müalicə yazmaq və artıq bu yay üçün 27-ci xəstənin çəkisi belə normala döndü, yəni. Biz özə bir qısa zamanda çəkini azaltmırıq, çünki doktor da mənimlə razılaşır, çəkini birdən-birə azaltma öd daşını yarada bilir, bağırsaq üçün daha ağır problemlər yarada bilir və qeyd edərdim ki, xolesterol mütləq deyil çəki çox olsun ki, xolesterin də çox olsun. Bu niyə görə? Bizim bədənimizdə xolesterolun mübadiləsi var və bu mübadiləni aparacaq bir yolda, bir nəqliyyatda bir dayanma var. Əgər bu nəqliyyatda dayanma varsa, xolesterol istənilən yerinə gedib çata bilmir. Bunun üçün çəkin, amma risk olaraq çəkisi çox olan insanlar, təzyiqi yüksək olan insanlar, onlara biz metabolik sindrom deyirik, qarın çevrəsi böyük olan insanlar və həmçinin də qanın qatlaşmasına meyilli olan insanlar da daha çox özünü göstərə bilir. Xolesterol, yəni 5 tip hiperxolesterinemik xəstəliklər var. Bu tiplərinə görə bölünür. Yəni pis xolesterin, çox pis xolesterin və yaxşı xolesterin nisbətinin dəyişməsinə görədir. Yəni mən kifayət qədər sadə dildə izah edirəm ki, bunların üçün nisbətinə baxılaraq o diaqnoz qoyula bilir. Bir də bizim yəni özümüzün ötürücü sistemimizdə bir problem varsa, o müalicə aparılır və bəzən də müxtəlif müalicə tətbiq olunur ki, onlar bağırsaqda onun sorulmasının qarşısını alsınlar və orqanizmi uzaqlaşdırsınlar. Bugünkü verilişimizin əsas mövzusu olan rozmarini pis xolesterinin müalicəsində geniş istifadə edirlər. Xolesterin rozmarin paketlərindən istifadə olunur, bir stakanda dəmlənilir, gündə 3 dəfə daxilə qəbul olunur. Və yaxud da 20 qram həmin rozmarin bitkisinin yarpaqları götürülür, 40% tibbi spirtdə həll olunur və saxlanıldıqdan sonra 20 damcıdan suya qataraq gündə 3 dəfə yeməkdən sonra daxilə qəbul olunur. Təşəkkür edirəm. Gülçara xanım, bax, söhbət düşmüşkən bu xolesterindən, gördünüz çəkisi də azdır. Yəni, boyu 1.60-da, amma 53 kiloqram çəkisi var. Buyurun. Ümumiyyətlə, yəni bu xolesterin artmasının birinci növbədə müəyyən eləmək lazımdır, aydınlaşdırmaq lazımdır ki, nəyin nəticəsində əmələ gəlib. Yəni bildiyimiz kimi Elnur doktor da mənlə razılaşar ki, bu bir xəstəliyin göstəricisi nəticəsində əmələ gəlmir. Müəyyən müddət ərzində toplanmış müəyyən orqanların xəstəliyi nəticəsində xolesterinin miqdarı artır orqanizmada. Ümumiyyətlə, əvvəllər lap dövr qədimdən insanlar qoyun əti qəbul etmirdilər ki, bədəndə xolesterinin miqdarı artır. Lakin son tədqiqatlar göstərir ki, heç də bu göstərici düz deyil. Yəni, xolesterinin miqdarının artması orqanların özünün spesifik xəstəliklərinin nəticəsində əmələ gəlir. Buna görə də birinci müayinələr aparılmalıdır və bunun törədən səbəbi aşkarlayıb müalicəni götürməlidir. Çox gözəl söz dediniz. Keçən həftənin birində mən elə Füzuli doktora sual verdim. Dedim ki, doktor, məsələn, çox zaman bizdə belə qəbul olunub ki, həkimə gedən kimi, əgər xolesterin çoxdursa və yaxud da ki, müəyyən bir xəstəliklər varsa, məsləhət görürlər ki, qoyun əti yemə, mal əti ye. Halbuki mal ətində xolesterin daha çoxdur və daha qəliz ətdir və daha gec həzm olunur. İkinci, dünya alimləri artıq neçə müddətdir qeyd ediblər ki, qoyun ətinin mənimsənilməsi mal ətinə nisbətən daha yüksəkdir. Üstəlik, şəkərli diabetdə, qan dövranı pozğunluqlarında qoyun əti mal ətinə nisbətən daha, rus deyirlər, şadəşi, yəni daha yumşaq, rəhm edən, yəni
çox da ziyan verməyən, elə deyək, düzgün belə cümlə olacaq, ziyan verməyən bir ətdir. O cümlədən nəyə görə biz bu günləri hələ də Bunun əleyhinə çıxırıq. yenə də deyirik ki, qoyun əti. Məsələn, qoyunun quyruğun istifadə eləmək bir çox yağlardan daha üstündür. Bəli, bəli. Babalarımız ona görə doktor çox yaşayıblar. Təmiz dağ qoyunlarından istifadə ediblər. Ona görə də sağlam yaşayıblar, sağlam həyat tərzi. Yəni bu sürüblər. ərazidə, bu regionda düşünsək ki, qoyun əti daha çox yeyilir. Məsələn, ta ki ondan digər böyük heyvanlar az istifadə olunur və ona görə də bir qədər yaş məsələsi. Bugün amma tərsinə olub, bugün təbliğ olunur ki, mal əti çox yeyilsin. Qoyun əti demək olar ki, yeyilməsin. Mən istəyərdim Elnur doktor da buna qarşı. Bir şey demək istəyirəm ki, bu xolesterol belə pis bir şey deyil. Yəni bu olmasa əslində qalanda və xolesterol olmasa bədənimizin cinsi hormonlar əmələ gələ bilməz. Bəli, bəli, Xolesterol keçir preqnalona, preqnalon progesterona, o qədər böyük bir mexanizmdir. Bu hormonlar istehsal oluna bilməz. Sadəcə dediyim kimi pis, yaxşı, çox pisləri var ki, yəni sorula biləni, çöküntü şəklində qalanı və qalmayanı. və əslində qan damarlarımızın da quruluşları, Bəli, ona ehtiyac var xolesterola. O demək deyil ki, xolesterinin çox xolesterin normativ var, bir də hədəfi var. O əgər yüksəkdirsə, onu biz belə deyə hədəf kimi seçirik. Bir də məsələn şəkərli diabetlilərdir, təzyiqi yuxarı olanlardır, hormonal xəstəlikləri olan insanlar diqqətli olmalıdırlar ki, xolesterin nisbəti dəyişməsin. Təşəkkür edirəm. Xatırladıram ki, əziz tamaşaçılar, bugün rozmarin haqqında danışırıq. Suallar da elə bununla bağlı gəlir. Yəni, rozmarin bitkisi o qədər gözəldir ki, mən qəsdən bunu biraz burnuma yaxın tuturam ki, gözəl ətri var. Xüsusən də bunun həyətdə becərmək olar. İsti yay aylarında fərqi yoxdur. Qışda, yayda həmişə yaşıldır, həmişə yaşıl bir bitkidir. Odunacağı var, yəni bu hissəsində səksəvələ oxşayır bir qədər odunacağı. Amma bütün bunlarla bərabər bu bitki xoşlayır ki, o qumsal bir yerdə olsun, becərilməsi çox rahatdır və asandır və günəşli yeri xoşlayır. Bu mənada da rozmarini həyətdə hər kəs becərməsi çox faydalıdır. Biz sizə qısa reklam fasiləsinə ayrılırıq. Reklamlardan sonra yenə bir yerdə olacaq. Çarədən ayrılmayın. Verilişin baş sponsoru Herbal Flora. Ulduzum ilə endirimlərdən yararlanmaq üçün bir yazıb 55-55-ə göndərməyin vaxtıdır. Reklamlar. Təbiətimizin bizlərə bəxş etdiyi neymətlər sizin süfrələrinizdə fitanat limonadları kimi olacaq. Müasir ad, təbii ad. İnqilabi rənglər təzə kimi gözəldir. Yeniləyici plus Pervoldan. Yalnız rənglərin parlaqlığını qorumur. O, həmçinin bir neçə yumadan sonra parlaqlığı qaytarır. Təzə kimi gözəl rənglərdən həzz alın. Təzə